Dünən mən təsadüfən Nəsirəddin Tusi haqqında oxuyurdum. Bunu deyim, bitirim söhbəti. Nəsirəddin Tusinin adı hamımıza bəllidir, Xacə Nəsirəddin Tusi. Böyük alimdir. 100 cilddən artıq kitabı var. Astronomiya, riyaziyyat, fizika mövzusunda, tibb, fəlsəfə, hər mövzuda, əxlaq, məntiq mövzusunda. Dünya elminə əvəzsiz töhfələr vermiş şəxsdir. Yəni, bəşər tarixində öz yeri olan bir şəxsiyyətdir. 1253-cü ildə bilirsiniz ki, Hülakü xanın yürüyüşü olur yaxın şərqə və Nəsirəddin Tusi də ondan orada tanış olur. Bu gəlirlər, biraz viran eləyirlər, müəyyən elm mərkəzlərini filan. Tanış olur Nəsirəddin Tusi ilə, heyran qalır bunun elminə, elm dəryasında danışığına. Bunu təyin edir müşavir, vəzir. Olur xanım vəziri, Hülakü xanım vəziri. Mağarada, üzrsən Marağada rəsədxananı təşkil edir. Təkid edir ki, gəl bu rəsədxananı təşkil eləyək. Əvvəl razılaşmır, 400.000 dillər kitab toplayır ona. Böyük bir xidmət, yəni bəşəriyyətə böyük xidmət edir. Ustadül bəşər deyirdilər ona. Fenomenal şəxsiyyətdir. Bu onun elmi məqamıdır. Amma mən deyərdim ki, onun dəyəri bu elmdə, kitablar oxumağında deyil. Elmdə fövqəladə gücə sahib idi, amma dəyəri nədə idi? Allah və dostlarına iqtida eləmişdi. Ona görə əxlaqı ilahi əxlaqı idi. Bir nəfər kişi gəlir onu görməyə, vəzir görməyə gəlir. Kasıb məhrum kişidir. Gəlir, nəsə bunu məəttəl edirlər, saxlayırlar, orada sarayda yaşayır da Xacə. Görüşdürmürlər bunu. Məktub yazır, üzr istəyirəm sizdən dönədən. Məktub yazır Nəsirəddin Tusiyə, deyir, it oğlu it, üzr istəyirəm. O boyda alimə, vəzirə yazır. Gəlmişdim səni görməyə, qəbul eləmədim. Getdim, dərdim sərim də çoxdur, bu da ünvanım. Ne istəsən elə də canımdan bezmişəm. Dəftərxananın böyüyü deyir ki, bunu neyini məktubunu. Özüm cavab yazım. Sonra eşidər, verir ona. Məktubu oxuyur, cavab yazır. Bismillahirrahmanirrahim. Mənim əziz qardaşım, itin quyruğu olur, məndə quyruq yoxdur. İtin bədənində qalın tüklər bitir, məndə yoxdur. İt hürür, mən hürmürəm, danışıram. İtin dişləri it olur, mənim dişlərim adidir. Mən it deyiləm. Gəl gör məni, görəcəksən ki, məndə sənin dediklərin əlamətləri yoxdur. Atamı da ki, mən görmüşəm, sən görməmsən. Atamda da vallahi bunlar yox idi. Dərdin sərin nədir, gəl həll edin. Bir adam vəzir olsun, bir əmri ilə boynunu vurdurardı da onu. Şimdi sən mənə belə təhqir edirsən. Görün,